Hörmətli izləyicilər, hər birinizi salamlayırıq. Ateşgah Talks'un növbəti podkastında xoş gördük hər birinizi. Bugünkü qonağımız kitabını da yanıma qoyduğum, fanatı olduğum bir şəxsdir və şəxs Azər Qəribdir. Xoş gəldiniz Azər bəy. Xoş gününüz olsun. Necəsiniz? Necə əhvalınız? Təşəkkürlər, çox sağ olun. Yaxşı olasınız. Lap yaxşı. Çəkilişdən öncə də dedim sizə, fanatı olduğum ilk şəxsiniz ki, mən podkast çəkirəm və bu mənim üçün çox xoşdur. Çünki nə mən düşünmürəm ki, bu təkcə məndə elədir. Ümumiyyətlə bizim nəslin, bir nəsil var ki, ümumiyyətlə onların uşaqlığından bəri, uşaqlığına da toxunmusunuz, gəncliyinə də toxunmusunuz və hətta bir çoxlarımızın coğrafiya fənninə olan marağı sizdən qaynaqlanır. Mənə şəxsən maraqlıdır ki, insanlar uşaqlıqdan bir xəyal qururlar ki, mən böyüyəndə nə bilim, mən kitabı oxumuşam bu arada. Bilirəm ki, siz oxumağı uşaqdan çox sevmisiniz daima. Mütaliə etməyi çox sevmisiniz. Akademik, bu mənə maraqlı gəlir ki, uşaqlıqdan səyahətlə bağlı hazır ki, Azər Qərib modelini özünüz üçün təsəvvür etmisiniz, yoxsa bu necəsə formalaşdı sizdə? Mən uşaqlıqdan jurnalist olmaq istəmişəm. Həmişə bunu bir çox yerlərdə də demişəm. Mən 12 yaşında mənim ilk dərcim çıxmışdı qəzetdə. Yəni mən jurnalist olmağı arzulayırdım. Sonra biraz böyüdükcə beynəlxalq jurnalistika ilə məşğul olmaq istəyirdim. Qismət olmadı. Moskvada bir fakültə açılmışdı, beynəlxalq jurnalistika. O Sovet İttifaqında ilk belə bir fakültə idi. Ora qismət olmadı və mən burada Şərqşünaslıq fakültəsinə verdim sənədlərimi ki, jurnalist xarici dil bilsə daha yaxşıdır. Fars bölməsinə daxil oldum. Amma qismət belə gətirdi ki, jurnalistika ilə məşğul olmurdum. Yəni belə ştatdan kənar televiziyalarla əməkdaşlıq edirdim, qəzetlərə nəsə yazırdım, məqalələr filanlar. Amma belə professional olaraq, yəni iş yerim heç vaxt mətbu orqanı olmayıb. Media orqanı heç vaxt mənim iş yerim olmayıb. Amma sonra müəyyən yaşa çatanda gördüm ki, yox, mən artıq səyahət eşqimlə jurnalistika eşqimi birləşdirmək istəyirəm. Və belə oldu. O vaxt o veriliş yarandı. Mükəmməl. Ümumiyyətlə, hal-hazırda mənə elə gəlir ki, əvvəllərdə, indi də bir çoxlarının xəyalını yaşayırsınız məncə. Səyahət etmək, səyahət edərək həm də işinizi görmək, bilmirəm, yəni bu hər adama nəsib olmur məncə. İngilislər buna dream job deyirlər. Odur yəqin ki. Bəs Azər bəy, bunun yəqin ki, çətin tərəfləri də var. Ailə ilə daha az vaxt keçirmək, nə bilim, özünüzə daha az vaxt da, yox, məncə özünüzə yetər qədər vaxt ayırırsınız. Daha çətin tərəfləri nələrdir bunun? Siz bir işlə ki, məşğul olursan və bu işə ya bu həyat tərzinə 10 minlərlə, 100 minlərlə insanlar həsəd aparırlar. Mən bunu anlayıram, dərk edirəm və o məqamda çətinliklərdən danışmaq biraz şıltaqlıq kimi çıxırdı. Ona görə elə çətin tərəfləri qoy qalsın kadr arxasında. Tamam. Belə çünki necə məsələ? Həqiqətən də belədir. Çünki durub danışmaq yox, çətindir, burası belədir. Adama deyərlər ki, sən gəzirsən dünyanı görsən, bir oturub heç olmasa sən danışma çətinliklərdən. Ona görə bundan vaz keçək bu sonda. Tamam, necə uyğun görürsünüzsə. Mənə maraqlıdır, çünki mövzumuz buna yaxındır. Sizin bu səyahət təcrübəniz arasında ən riskli və ən təhlükəli olanı hansı olubdur? Çünki yüzlərlə, bəlkə də minlərlə ölkə gəzmisiniz, şəhər gəzmisiniz və əminəm ki, o riski və təhlükəni hardasa yaşamısınız. Bu mənə maraqlıdır ki, hansı formada olub və harda olub? Yox, belə deyim ki, ciddi risklər hələ də mənim 99% səfərlərimdə belə riskli hallarla rastlaşmamışam. Sadəcə bir dəfə Əfqanistana getmişdim. O vaxt Azərbaycandan da bir əskərlər var idi orada. Bəli. Qulluq edirdilər. Onlarla getdim, görüşdüm və s. Orada biraz təhlükəli məqamlar var idi. Çünki müharibənin qızğın vaxtları idi. Biz Kabulda oteldə qalanda, məsəl üçün bizim otelin əhatəsi hündür divarı idi və bir divar deyildi, bir neçə divar idi. Yəni bir dərvazə açılırdı, maşın girirdi araya. Sonra biri də açılırdı, o birisinə girdi. Yəni çox belə
Sonra biz şəhərdə məsəl üçün gəzəndə bizi zirehli maşınla müşayiət edirdilər. Yəni belə, amma digər yerlərdə deyim ki, hətta məni çox qorxudurdular bəzi yerlərə gedəndə. Məsəl üçün Rio de Janeiroya gedəndə qorxudurdular ki, təhlükəlidir, başına iş gələr və yaxud Meksikaya gedəndə ya Salvadora gedəndə. Karteller. Amma heç bir yerdə mən bir təhlükəli hallarla rastlaşmadım. Sadəcə müəyyən qaydalar var ki, istənilən şəhərdə təhlükəli məhəllələr var, rayonlar var. Sadəcə ora getməmək məsləhətdir. Və tövsiyələrə qulaq asmaq. Yəni belə avanturalara mən avanturist deyiləm. Tamam. Tamam. O Braziliya falan deyirsiniz. Misal üçün Kolumbiyada da bu dediyiniz o məhəllələr var. Bilmirəm Azərbaycanda var ya yoxdur, amma bu bir çox blogerlərdə biz görə bilirik ki, Braziliyada sırf elə məhəllələr var, hansı ki favelalar. Bəli, tamamilə doğru qeyd elədiniz. Hansı ki onlar sırf həmin şəxslər tərəfindən idarə olunur və oralar təhlükəlidir. Siz bunları çox da sevmirsiniz, həvəskarı deyilsiniz anladığım qədərilə. İndi siz deyirsiniz, sözünüzü kəsirəm. Üzrlü sayın, Azərbaycanı deyirsiniz, bilmirəm bizdə belə məhəllələr var ya yoxdur. Mən sizə deyim ki, müqayisə edirəm. Azərbaycan kimi təhlükəsiz ölkə az tapılar. Bax, tam ciddi deyirəm. İstir Amerika Birləşmiş Ştatları olsun, istir Avropanın qabaqcıl ölkələri olsun. Həqiqətən də təhlükəsizlik bizdə, məsəl üçün mənim dostlarım da gəlirlər, gedirlər. Gecə 2-yəcən, 3-əcən, nə bilim, gəzirlər. Yəni təhlükəsizlik hissi burada yetərincə yüksəkdir. Gəlir ki, Azərbaycan sözünüzə qüvvət çox da dəyərləndirmədiyimiz bir şeydir. Mən elə gəlir ki, biz düşünürük ki, bu normaldır, amma hazırda düzdür, yəni daha yaxşısı həmişə var, hər zaman var. Amma doğrudan da bu his çox gözəldir. Misal üçün masanın üzərində çantamı qoyub çıxıb harasa getim, təzədən qayıtmağın, gecə saat 2-də 3-də rahat şəkildə, həyəcansız şəkildə gəzməyin, bunlar əslində dəyəri çox yüksək olan şeylərdir və məncə biz bunun qədrini bilməliyik. Çox doğru vurguladınız məncə də. Hərdən qədir bilməz oluruq. Hərdən olur. Əksər hallarda əslində ola bilir məncə elə. Azər bəy, siz ölkələrə görə bir çox nəqliyyat vasitələrindən ümumiyyətlə istifadə eləmisiniz. Həm hava yolundan, dəniz yolundan da düşünürəm istifadə eləmisiniz, qatardan da istifadə eləmisiniz, hamısından. Sizə ən çox xoş olan, mən artıq sizə deməyəcəm ki, hansı daha həyəcan vericidir. Çünki siz xoşlanmırsınız belə görə çox belə ekstrem şeyləri. Hansı sizə daha xoşdur, daha komfortludur, özünüzü daha yaxşı hiss edirsiniz? Hərəsinin öz müsbət və mənfi cəhətləri var. Məsələn, kruiz istirahətini çox sevirəm. Kruiz gəmiləri. Son zamanlar populyar ölkədədir bizdə də. Mən artıq 15 ildir. 15 ya 20 il bundan əvvəl ilk dəfə kruizə getdim və vuruldum. Çünki kruizin üstünlüyü nədir? Gəlirsə bir dəfə çamadanı açırsan, paltarlarını asırsan şkafa və bir həftə ərzində artıq çamadanı yükləmək, bağlamaq, çıxartmaq, ateli dəyişmək kimi problem yoxdur. Hər gün səni gətirirlər, gəmi gətirir yeni bir şəhərə, 24 saat səni əyləndirirlər, yemək, içmək, hamısı daxildir o aldığın paketə. Yəni kruiz, dəniz kruizlərinin bu üstünlük cəhəti var. Avtomobillə səyahətin öz üstünlükləri var ki, gedib kəndlərə gedirsən, dərinliklər. Məsəl üçün kruiz ancaq adətən böyük şəhərlərdədir, yəni belə turistik şəhərlərdə. Avtomobillə səyahətin üstünlüyü odur ki, gedib o ucqar yerlərə gedib çıxırsan, yerli insanlarla tanış olursan. Çünki böyük şəhərlərdə, megapolislərdə artıq o özəllik itib, yəni aşağı-yuxarı bir-birlərini bəzəyirlər. Amma kəndlərdə o ənənələr də qalıb, adət-ənənə də qalıb, o yerli mədəniyyət də qalıb. Yəni mən kəndlərə getməyi çox sevirəm. Qatar, mən deməzdim ki, qatar səyahətini çox sevirəm. Doğrudan. Çünki müqayisə edirəm, mənim uşaqlığımda qatarlar biraz fərqli idi. Mesela SV deyilən qatarlar var idi, ayaq yolusu kupenin içində idi, rahat kreslosu var idi. Çox rahat idi. Buradan Moskvaya 3 gün, 4 gün gedirdin, yorulmurdun. Amma indi Avropada məsafələr ki balacadır, ona görə belə yataq yerləri az var, belə vaqonlar, amma azdır. O belə 3 saat, 4 saat oturursan, yəni bir o qədər də sevmir. Tamam. Məcburiyyətdən istifadə edirəm, amma deyim ki, belə ürəyim, deyim ki, sino gedirəm. Amma Avropada çox populyardır bu, yəni qatar və çox rahatdır. Çox rahatdır. Azər bəy, mən sizin yəni
bu yaxınlardan idimi yoxsa bu il ərzində idi. İtaliya səyahətiniz var idi, səhv etmirəmsə bu il. Və mən orada müşahidə eləmişdim ki, siz icarəyə səhv etmirəmsə maşın götürmüşdünüz. Hərdən götürürəm. Hə. Diqqətli izləyiciyim gördüyünüz kimi. O avtomobilin mənə maraqlıdır. Siz icarəyə götürəndə kaskosu var idimi? Yəni maraqlanmışsınız ümumiyyətlə? Mən çalışıram avtomobili götürəndə həmişə zero risk deyirlər də, sıfır məsuliyyətlə götürüm, tam sığortalıyım. Çünki başıma bir-iki dəfə gəlib, ona görə ondan sonra da o riskə gelmirəm. Bir dəfə mən həmişə sığortalayırdım avtomobili. Bir dəfə birisi ki, günü 20-25 manat əlavə verməlisən ki, tam sığortalansın. Və həmişə edirdim. Bir dəfə dedim ki, eləyirəm, heç vaxt başıma işinə gəlmir, təhlükəsizdir, yollar yaxşıdır, rahatdır, sürücülər bizimkilərdən fərqli olaraq daha səliqəli idarə edirlər avtomobillər, yəni heç nə olmaz. Və ilk və yeganə dəfə mən o full sığortanı almadım, bütöv sığortanı, kasko deyirsiniz. Və otelin aşağısında zirzəmidə parking var idi. Ora maşını salanda biraz balaca cızdım maşını. Balaca bu boyda cızıq idi. O cızığa görə məndən 700 avro pul aldılar. Hansı ülkə idi? Burada Almanya idi, Stuttgart şəhəri. Burada 50 manata düzəldərdim o cızığı. Necə deyirlər, beskraska. Ondan sonra daha tövbə eləmişəm. Ancaq sorğu biraz baha olsun, amma garantili olsun. Yəni bilirsiniz ki, artıq güvəndəsiz. Mənə daha bir sual var idi. Bu mənim ağlımda daima gəzirdi. Ki siz bu səyahət anlayışını sığorta kimi qəbul etsəz, səyahət sizcə insan üçün nə qədər önəmlidir? Məncə səyahəti sevməyən insan yoxdur. Səyahət həm həyat dərsidir, həm təcrübədir, həm dünya görüşünü artırır. Yəni səyahətin mən mənfi cəhətlərini görmürəm və az adam, bəlkə də heç tanımıram, mənim əhatəmdə elələri yoxdur ki, səyahəti sevməsinlər. Var insanlar. Varmı? Deyirlər ki, mən evimdə xoşbəxtəm, mən evimdə oturum, çayımı içim, uzanım, həm televizor qarşısında, nə bilim, notebook qarşısında mən elə özümü xoşbəxt hiss edirəm. Onda həqiqətən xoşbəxtdirlər. Otururlar evdə. Əla. Azər bəy, siz səyahətləriniz zamanı ümumiyyətlə səfər sığortasından istifadə edirdinizmi? Mütləq eləyirəm. Bu sizin üçün bir məcburiyyət olubdu, səfirliklərin qoyduğu, yoxsa həqiqətən? Yox, məcburiyyətdir. Mən bunu məcburiyyət, mən bilirəm ki, bunu etməliyəm. Yox, həqiqətən də məcburiyyətdir. Siz gülürsünüz, həqiqətən də məcburiyyətdir. Çünki mən bilirəm ki, mən bunu etməliyəm. Yenə də deyirəm, bir dəfə eləməzsən, burnun qanayar hardasa, ondan sonra fəsadlarını çəkərsən. Yox, mən həmişə eləyirəm. Məndə həm müəyyən birisi ki, bank kartlarında səyahət daxildir, səyahət sığortası daxildir. Mən ona baxmayaraq əlavə də eləyirəm. Çünki baha da deyil, həm günü $1 olurdu, $2 olurdu, nəsə belə. Çox ucuzdur. Ucuzdur. Ümumiyyətlə, bəs elə bir an olubmu ki, səyahət sığortasından istifadə etməli olmusunuz? Yox, şükürlər olsun ki, olmamış. Çox şükür Allaha. Amma eləməsəydim məcbur olacaqdım ki, yəni, müraciət edib necəsə o kaskoda olduğu kimi eləməmisiniz, necəsə başınıza gəlir və hər zaman başa gələndən sonra bu məsələlər necəsə təəssüf hissi ilə başına gələn başmaqçı olar. Eynən. Azər bəy, növbəti səfəriniz haradır inşallah? Əvvəllər deyirdim, indi demirəm. Düşər düşməzi var, inanırsınız ona? İndi də hərdən inanıram, hərdən inanıram. Getmək istədiyim yalnız bu günə qədər getmədiyim ölkə olacaq yəqin ki. Var el ölkə qalıb? Çoxdur əlbəttə ki. 107 ölkədə olmuşam hələ. Bir o qədər də gərək gəzib ki, tam da olsun, qismət olsa. Mən ümid edirəm ki, çatdıracaqsınız. Ümid edirəm ki, alınacaq hamısı sizdə. Azər bəy, biz ümumiyyətlə danışırıq səfər sığortasından misal üçün. Lakin biz görə bilirik ki, insanlar siz fərqindəsiz. Yəni misal üçün bank kartlarından falan danışırsınız, siz fərqindəsiz bunun ki, insanlar nə üçün, yəni mən deyirsiniz bunu artırdım, bunu da sığortaladım və s.
Sığorta bazarında sığortaçılar hal-hazırda nəyi doğru etmir ki, insanlar buna bir məcburiyyət olaraq baxır, artıq pul kimi baxır, etmək istəmir. Hansı səfirliyin tələbi olmasa heç böyük ehtimalla bəlkə də etməz. Biz nəyi səhv edirik? Təbliğat zəifdir. Reklam zəifdir, təbliğat zəifdir. Yəni bunu deyirlər, hər üçüdən gərək o səs gəlsin. Məsələn, insanlar bilməlidirlər ki, səyahətə çıxanda mütləq qaydada sığorta eləməlisən. Çünki xaricdə həkim yanına düşmək, ya klinikaya düşmək problemli məsələdir. Bundan hamı danışır. Amma nə bilim, bax mən özüm kifayət qədər media bağlı insanım. Mən belə bir o qədər də görmürəm ki, bu təbliğ olunsun, ya kiminsə hekayəsi ki, bax filan kəs getmişdi sığortasız, başına bu iş gəldi. 300 manatı alınan iş 30 minə başa gəldi, misal üçün. Mən belə görürəm. Amma indi siz bu işin içindəsiniz, siz daha yaxşı bilərsiniz. Bəzən nə düz olunmur. Əslində sizin pəncərəniz bizim üçün daha önəmlidir. Çünki işin içində olmaq, necə ki siz özünüzü kənardan görə bilmirsiniz, biz də özümüzü kənardan görə bilmirik. Buna görə də qarşı pəncərə bizə maraqlıdır ki, qarşı pəncərədən biz necə görsənirik. Və siz ilk insan da deyilsiniz ki, bunu iddia edirsiniz ki, təbliğat düzgün aparılmır ki, bu da həqiqətən də belədir. Deməli, burada düzgün demirəm, düzgün olur ki, zəif bəlkə zəif aparılır. Tamam. Mən onu diktə edə bilmərəm, kim düz eləyir, kim düz eləmir. Tamam. Bilirsiniz, bəzən misal üçün bu ideyaları biz əslində düşünmüşük zaman-zaman ki, pis təcrübələrdən, misal üçün, necəsə insanların qarşısına nümunələr göstərək. Bizdə bir adət var ümumiyyətlə, bazarda biz bunu görürük. Hardasa yanğın olur ölkədə və sığorta şirkətləri artıq əmlakını yanğından sığortalı adında dərhal postlar dərc eləməyə başlayırlar və yaxud da hardasa zəlzələ olur, yenə eyni şəkildə. Kiminsə böyük bir zəncirvari qəza olur, kasko. Və insanlar artıq şüuraltı olaraq düşünürlər ki, siz o bayaq düşər-düşməz məsələsi dediniz. Siz niyə bizə neqativ yüklüyorsunuz? Bəlkə heç olmadı, misal üçün. Biz görə bilirik ki, artıq hər hansı bir neqativ lampaları yandırmaq da çox da effektiv bir nəticə vermir. Ona görə də alternativ axtarırıq və sizin kimi yaradıcı insandan belə bir alternativ eşitsə əslində pis olmaz bizim üçün. Necə bir ideya? Mən özüm həmişə bax hər yanğından sonra mən görürəm ki, nümayişlər olur, insanlar çıxırlar, tacirlər ki, bəs əmlakım yandı, kim bunun pulunu verəcək? Mən həmişə mənə maraqlı gəlir ki, bu bir dəfə deyil, 2 dəfə deyil də mütəmadi olaraq görürsən ki, başınıza bu işlər gəlir. Nə çətin işdir ki, gedib bunu sığortalayasan, əmlakını, malını, dükanını. Bax o düşüncəni mən anlamıram açıq. Mənə yəni istəyirəm anlayım, amma alınmır məndə. Bəlkə güvənmirlər bizə. O da ola bilər. Bəlkə ola bilsin ki, kimsə eləyib, sonra ala bilməyib pulunu. Mənim dostumun başına falan şey gəlmişdi. Qarşılamadılar. Mən də buna görə eləmirəm. Nə bilim, bilmirəm abi. Düşünmürəm. Avropada misal üçün insanlar hansısa sığorta şirkətindən narazı qalanda bunu dəyişirlər digərinə. X keçdim Y-ə, sonra keçdim Z-ə. Bizdə isə biz daha tez qopuruq. Biz daha tez düşürük. Biz birində uğursuzluqla üzləşəndə biz ümumiyyətlə o kitabı bağlayırıq. Biz qayıtmaq istəmirik. Avropada biraz fərqlidir, ümumiyyətlə qərbdə. Orada mümkün deyil ki, sən dükan işlədəsən və o sığortasız olsun. O mümkün deyil. Yəni bu mütləqdir. Sənin istəyinə bağlı deyil. Necə ki bizdə avtomobilləri etməyiblər, icbari sığorta. Orada da icbaridir. Yəni sən məcburən gedib sığorta eləməlisən. Əslində bizdə də icbaridir bu arada. Bilmirəm. Bizim ticarət mərkəzlərində icbaridir. Əmlakın icbari sığortası deyə bir növ var əslində. Varmı? Bəli, var. Sadəcə olaraq insanlar, yəni buna hər hansısa bir nəzarət mexanizmi yoxdur deyək. Çünki avtonəqliyyat vasitələrinin icbari sığortasında bu necəsə kameralar vasitəsilə tənzimlənir, cərimələr tətbiq olunur. Amma əmlakın icbari sığortasında hər hansısa bir cərimə tətbiq olunmur və yaxud da hər hansısa bir mərkəzi nəzarət mexanizmi yoxdur deyə insanlar daha rahat qəbul edirlər bunu və sadəcə etmirlər. Bəziləri edir, bəziləri etmir. Qaldırın da o məsələləri. Görək də indi necə olacaq. Azər bəy, əslində suallarım... Məsəl üçün belə eləmək olar ki, üzr istəyirəm. Buyurun. Ticarət mərkəzinin
sahibidirmi, rəhbəridirmi, kiməsə icarəyə yer verir. O yer verəndə o müqavilə etibarsız sayılsın. Əgər orada sığorta yoxdursa. Belə mexanizm də ola bilər. Yəni yolu var. Əlbəttə hər şeyin yolu var və üzərində çalışırıq və ümid edirəm ki, nail olacağıq istədiyimizə. İnşallah. Azər bəy, əslində suallarım bu qədərdir. Son sualım olacaq ki, 107 hardasa bu kitabı yazanda yəqin ki, bəlkə də 100 ölkə idi, 90 ölkə idi bəlkə də. İkincisinin çıxma ehtimalı var bu Oralar Partisinin. Ümumiyyətlə çox tənbəl insanlar. Niyə? Mənə görə qıdıqlayan olsun ki, bu kitabın nömrəniz artıq məndə var. Mən sizi qıdıqlayacağam. Mən kitab deyəndə özümə xoşuma gəlmir. Çünki kitab mənim aləmimdə elə bir dəyərdir ki, yəni bu anlayıram, kitab, yazıcı, bu sadəcə o məzəli hadisələrin toplumudur. Yəni, bunu da Parlaq İmzalar nəşriyyatı var. Onlar gəldilər, təkidlə dedilər ki, bəs qıdıqladılar mənə ki, yazın, kömək elədilər, redaktə elədilər, sağ olsunlar, dərc etdilər. İndi gözləyirəm növbəti iynəni gözləyirəm ki, gəlməni kimi iynələyəcək. Azər bəy, mən sizə təşəkkür edirəm. Çox sağ olun. Vaxtınızı ayırdığınız üçün. Sağ olun. Hər zaman daima pozitiv olun. Çünki sizin nəinki bu hekayələr toplusu deyək sizin dilinizlə, sizin sosial şəbəkələrdəki videolarınız, televiziyadakı proqramlarınıza həm bizim nəslin, həm bizdən öncəki nəslin, həm bizdən sonraki nəslin hamısının buna ehtiyacı var. Ümid edirəm ki, sizi daima bu şəkildə görə biləcəyik. Çox sağ olun, minnətdarım. Təşəkkür edirəm dəvətə görə. Mən təşəkkür edirəm. Çox sağ olun. Hörmətli izləyicilər, Atəşgah Dolqusunun növbəti buraxılışını yekunlaşdırırıq bu şəkildə. Çalışın, özünüzə yaxşı baxın. Ən önəmlisi isə səfərləriniz zamanı sığortasız qalmayın. Yayımın təşkilatı dəstəyi üçün Atəşgah Sığorta şirkətinə təşəkkürümüzü bildiririk. Özünüzə yaxşı baxın. Sağ olun.